Eşyağımız qocalmışdı, bağa yük aparmıydı. Dədəm deyir ki, bu eşyaq bizi incidi, radiyolajına bununla payaq və ya itbazajda kəsək. Bir əjdər var ya, itbazdır. O eşyaqları kəsəydi, yox, və ya itdənə, o da işi oydular, pərvərişi sək. Yox, getdim Binab bazarına, 50 tümən pul verdi biləmə. Binab bazarından bir dənə eşyaq aldım. Eşyəyə palanı ilə verdim 35 tümən. Palanı ilə eşyəyə oturur. Eşyəklə cavandan peyqamba elə bir. Nə gözəllikdə, gözlər şəvə, qulaqlı elə bir əhvaz şahısı idi. 20 dəqiqə Binabdan tey elədi məraya. O eşyəyə. 35 tümən palanı ilə. Ön qızıma bir müddət qətliyən almışam 90 tümənə. Hələ yarı deymiş ki, yumurtanın qıyıqı bir şahiyə mən ayva saxladım, boşamadım. Yəni elə bahalıymış ha. Onun qəbiyini axtayam tapan, sökəm çıxaydım eşiyə deyəm duaya. Qıyıqı bir şahiyə yumurta saxlayım, əhvət boşamayım. Dədənə. Nəsibən, boğalı sohbətə pedad eləyir. Allah qarimətlərin kömək olsun. Bekayların da kömək olsun inşallah. Bəli, xub da cəgəyək geçi nəsüzgəyə inşallah nəzr olacaq.